Çox hörmətli Cəlilabad rayon sakinləri, mən Nəsir Hüseynov, Nəzarət TV.az saytının xüsusi müxbiri. Mən həmişəki kimi yenə bugün Şəhidlər Xiyabanına ziyarət edirəm və bu bizim bir vətəndaşlıq borcumuzdur. Hər bir vətəndaşın borcudur ki, bizim başlarımızın tacı olan şəhidlərimizi həmişə yad edək, həmişə ziyarət edək. Hər bir vətəndaşımızın borcudur. Bunlar fikirləşmədən, gözünü qırpmadan vətən uğrunda şəhid oldular. Bunların yeri onsuz da qəlbimizdədir, qəlbimizdə olub, olacaq da. Bunların yeri zaten Peyğəmbərin yanındadır. Bunlar Azərbaycanın baş tacıdır, nəinki mənim. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin inşallah.